Salam, xoş gördük, əziz izləyicilər. 5 mart 2026-cı il tarixdə İran İslam Respublikası ölkəmizə qarşı sərsəm, heç bir əsası olmayan ağılsız hücum etmişdir. Belə ki, ağlını itirmiş molla rejimi göründüyü kimi ölkəni idarə etmə kontrolunu itirmiş, nə etdiyinin belə özü farkında deyil. Azərbaycanın Naxçıvan şəhərinin beynəlxalq aeroportuna və bir məktəbin yaxınlığına şəhid tipli raketlərlə hücum etmişdir. Yaralananlar var. Molla rejiminin atdığı bu addım heç bir əndazəyə və heç bir qanuna sığmır. Azərbaycanda nə Amerikanın, nə İsrailin heç bir hərbi bazası yoxdur və heç vaxt olmamışdır. İranın bu təcavüzü bütün Azərbaycan xalqını hiddətləndirmişdir. İran artıq dünya arenasında öz nüfuzunu terrorçu dövlət olaraq itirmiş, Azərbaycana və Körfəz ölkələrinə hücumlar təşkil edir və Körfəz ölkələrinə hücumları təşkil etməkdə davam edir. Həmin hücumların bir hissəsi mülki insanlara qalıb yönəlmişdir. Bu, İran tarixinin ən iğrenc bir səhifəsi olaraq yaddaşlarda qalacaqdır. Mən Cinayət və Həqiqət TV-nin rəhbəri olaraq İran molla rejiminin Azərbaycana qarşı etdiyi terror aktını pisləyir və onları lənətləyirəm. İran bir müsəlman dövləti olaraq Ramazan ayında müqəddəs bir gündə qonşusu olan müsəlman dövləti Azərbaycana qarşı etdiyi bu terror aktı Azərbaycan tərəfindən heç vaxt bağışlanmayacaqdır. Prezident İlham Əliyev cənabları bu təcavüzkar addımı cavabsız qalmayacağını deyərək molla rejiminə öz yerini göstərmişdir. Biz bir dövlət olaraq İranın bu təcavüzünün qarşısını almağa hər zaman hazırıq və inşallah alarıq olarsa. Cinayət və Həqiqət TV, mən Elxan Daşdiyev.